Mən evdə qalmamışam, mən sadəcə yarımı tapmamışam. O da niyə? Məsələn, olur ki, gedirəm, tanış oluram. Gedirəm kişi ilə tanış oluram. Mən ümumiyyətlə fikir verdim. Kişi olmasın, cavan oğlan olsun. Kişi Cavan, bəli, zaten mən öz yaşım. Kişi gələndə pul iyi gəlir oradan, həci iyi gəlir. Yox, mən heç pula baxmıram. Tanış oluram, gedirəm, otururam, baxıram maniküruna, kişinin əlinin. Manikürü yoxdur. Manikür olmalıdır. Əlbəttə ki, kişinin məndə var, o gün eləmişim. Təmizlik olmalıdır. Amma ayağımı özüm qırxıram, ha. Qan da olsa ayağımı özüm qırxıram. İnanırsınız, tanış oluram, qarnı Allah var. ayağımı özüm tuturam, şikəst sat döyürəm ki. Tanış oluram, qarnı var. Eləsi xorulduyur, ona görə tək qalıram. Yaxşı, sənin zövqündə kişi necə olmalıdır? Bir təsvir elə bizə. Mənim zövqümdə kişi o sarışın, mavi göz, bədənin presləri olmalıdır. Deyən, tapacam. Və necə deyim, baxımlı, mərhəmətli olmalıdır, xeyriyyəçi olmalıdır. Özü yeməyib, yediyini qarşındakına verən insan olmalıdır. Mən elə bir insan istəyirəm. Pulu çox olmalıdır. Pulu çox olmalı sözü çox yanlışdır. Elə insan olar ki, pulu olmaz, amma çox gözəl ağlı olar və o gələcəkdə daha böyük yerlərə nail olar. Amma elə insan da var ki, sadəcə nəsə əldə etmək üçün və ya nəsə orada yalan edib, nəsə biznes qurub və ya qumarla biznes qurub, o pulu bir gündə itirə bilər.